Selamun aleyküm. Mən Zəfər Əlirzaoğlu, Lənkəran rayonu Boladı kəndi. Məlum çıxışlarımdan sonra, yəni Rusiyadan göndərilən milyoner Eldarı tənqid elədiyimdən sonra bir dövlət görevlisi dünən bir saat ərzində mənə izah eləməyə çalışdı ki, Rusiya bizim dostumuz, həqiqətən dostumuzdur. Rusiyasız biz heç kimi, sən çox nahaq edirsən, Eldarı tənqid edirsən və buna görə peşiman olarsan. İndi o adama və o adam kimi düşünənlərə izah eləmək istəyirəm. Rusiya ilə dostluq bizə nəyə başa gəlir? Rusiya ilə dostluq eləmək, ayı ilə dostluq eləmək kimi bir şeydir. Ayı nə vaxt ac qaldısa, birinci ətrafındakını yeyər, yanındakını yeyər. Necə? İndi Rusiya 100 il ərzində Ukraynaya qardaş deyirdi. İndi görün Ukraynayı nə vəziyyətə qoyur. İndi gələk bizə, Azərbaycana olan dostluğu, dırnaq arası dostluq barədə biraz izah edeyim. Heç bir qeydlər aparmamışam. Hamısı buradadır. Qan yaddaşımdadır onlar hamısı ki, gələcək nəsilə ötürmək üçün. 1990-cı il 20 yanvar hadisəsi. Rus tankları bizim azadlıq ruhumuzun üzərindən keçdilər. Bacarmadılar. 91-ci il Azərbaycanın baş prokuroru da içində olmaqla noyabr ayının 20-sində vurulan helikopter, Xankəndi üzərində vurulan helikopter, 20-21 nəfər, 22 nəfər həlak oldu orada. Bizim baş prokuror, bizim dövlət görevliləri onun içində. 1992-ci il Xocalı faciəsi, 366-cı moto atıcı, Rusiyanın moto atıcı polku bizim qanımızı axıtdı, genotsid törətdi, əsl genotsid törətdi. Kifayət eləmədi. 1993-cü il Rus qoşunlarını Azərbaycandan çıxarırıq. O vaxt ki, Rusiyanın müdafiə naziri Pavel Graçov, Paşka Mercedes barmaq silkələdi bizə. Qarabağda qanınızda boğularsınız, elədilər. Ermənilərə lazımi qədər silah verdilər, bağışladılar. Kifayət eləmədi. Qarabağda qanımızı axıtdılar. Rus silahları bizim övladları öldürürdü. Bax, bizim övladları. Birbaşa Pskov desantları birbaşa müharibədə iştirak edirdi. Kifayət eləmədi. Sizi kimi adamlara kifayət eləmir. 94-cü ildə bizim üçün aşağılıq olan, yəni ki, bizim üçün utanc olan atəşkəs müqaviləsi 10 mayda imzalandı. Yəni, hansı tarixlərdir? Tarixlər hamısı mühüm seçilmiş tarixlərdir. Nəhayət, uzun illər bizim torpaqlarımızı talamaq, çapmaq, bizim milli sərvətlərimizi darmadağın eləmək, ermənilərin əli ilə, İranın əli ilə və nəhayət gəldi, çıxdı 2020-ci ilə kimi biz dözdük. 2020-ci ildə iyul hadisələrində bizim milli qəhrəman Polad Həşimovun onunla birlikdə zabitlərin öldürülməsində birbaşa Rusiyanın əli var idi. Birbaşa Rusiyanın əli. Sonradan bizim müharibə, sentyabr 27-sində başlanan 44 günlük bizim müharibə bitdi. Ermənistanın kapitulyasiyası ilə Rusiya imzaladı ki, bizim sülh məramlı, dırnaq arası sülh məramlı qüvvələr girir Qarabağa, qalan silahlar Xankəndidən çıxarılır. Vəssalam, Rusiya girdi, heç bir silahlar çıxarılmadı. Qalan 3 il ərzində kefləri istəyəni elədilər. Milyon minalar bastırdılar ermənilərin əli ilə. Bizim nəhayət 2023-cü il sentyabr 24 saatlıq bir sutkalıq antiterror əməliyyatından rədd elədiyi erməniləri təpi arxalarınca getdi. Yenə də bizim övladların qanı axdı. Rusların əli ilə, yenə də Rusların əli ilə nəhayət biz Rusları rədd elədik buradan. Bax, budur bu Ruslar. Sonrası da var hələ. Sonrası da var. Ötən ilin dekabrın 25-də bizim vurulan təyyara, bizim necə deyərlər,
Azərbaycanlı sadə vətəndaşları içində olmaqla vurulan təyyarə boynuna almadılar. Hələ indiyə kimi bu məsələnin üzərində heç bir açıqlama verməyiblər. Sonra bu yaxınlarda onların bizim sosial şəbəkələrə kiber hücumları, nə bilim bir neçə gün bundan qabaq bizim millət vəkilinin deportasiya olunması, bunlar kifayət eləmir. Sizi kimi adamlara bunlar kifayət eləmir. Rusiya bizə dostdur. Siz son zamanlar Boladı kəndində əsl separatçı meyillər yayırsınız. Xəbəriniz varmı? Eldarın əli ilə, bəli, Eldarın əli ilə, bir qrup müəllimin əli ilə, həmən seçki komissiyasının üzvlərinin əli ilə, baladiyanın sədri, baladiyanın müavininin əli ilə buna görə cavab verməyəcəksiniz. Siz inşallah cavab verəcəksiniz buna görə.